Duha namazının fəzilətlərindən Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qulun səhər yuxudan afiyət içində oyanmağına görə hər bir əzasına görə sədəqə düşür. Yəni insan bədənində, necə ki Abdullah ibn Abbas radiyallahu anhuma deyir ki, 360 dənə əza var. Yəni insanın səhər sağlam, afiyət içində oyanması onun boynuna düşür ki, o əzalara görə sədəqə versin, yəni 360 sədəqə versin. Yəni sonra Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, insanlar arasında ədalətlə hökm vermək sədəqədir, Subhanallah demək sədəqədir, Elhamdülillah demək sədəqədir, Allahu Ekber demək sədəqədir, La ilahe illallah demək sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pislikdən çəkindirmək sədəqədir və s. Yəni 360 sədəqə vermək. Yəni insanın boynuna düşür gün ərzində. Ancaq Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 2 rükət duha namazı bunların hamısını əvəz eləyir. Yəni 2 rükət duha namazı qılmaq insanın 360 əzasına görə çıxartdığı o 360 sədəqəni əvəz eləyir. Günün əvvəlində 2 rükət duha namazı.